Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Mən Gülər Orcova, FES Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə növbəti sınağımızın izahına baxırıq. Lakin sınağın izahına başlamazdan öncə xatırlatmaq istəyirəm ki, sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə başlayaq sınağımıza. Bax bu sınaq tənnliklər sistemi mövzusuna aid olan güvəndən seçilmiş suallardır. Gəlin görək həlləri necədir. Baxırıq birinci suala. Birinci sualda deyir ki, M-in hansı mənfi qiymətində verilən bu tənnliklər sisteminin həlli yoxdur. Tənnliklər sisteminin əgər həlli yoxdursa, onda bax bu birinci əmsalların nisbəti, yəni M bölünsün 4 bərabər olmalıdır. Burada Y-ların əmsallar nisbətinə 1 bölünsün M-ə, amma bərabər olmamalıdır. Deməli, 3-ün 5-ə nisbətinə. Bu bizdə tənnliklər sisteminin qaydasıdır. İndi nə edirik? Bax, bu hissədən ikisini bir-birinə vururuq. Yəni, çarpaz şəkildə M-ə M-ə vururuq, olur M kvadrat, 4-ü də 1-ə vururuq, olur 4. İndi hansı ədədlərin kvadratı bizə 4 verər? M-in deməli bir qiyməti müsbət 2-dir. M-in digər qiyməti isə mənfi 2-yə bərabər olmuş olur. Amma test bizdən hansı mənfi qiymətində soruşduğuna görə düzgün cavab mənfi 2, yəni C bəndi olmuş olacaq. Keçirik növbəti suala. Baxırıq ikinci suala. Deyir, bu tənnliklər sistemindən 3x-i tapın. Yaxşı, birinci tənnliyi yazıram. 5x üstə gəl y bərabərdir 17-yə. İkinci tənnlikdə x-dan y-in yerini dəyişirəm. Bax, mənfi 3x qarşıda yazılır. Bu y müsbətdir, y-i də burada yazıram. Bərabərdir 1-ə. Alıram sistemə və çıxma üsulundan istifadə edirik. Yuxarıdakindən aşağıdakini gəlin çıxaq. Bax, bu y-dan bu y çıxanda 0 eləyir. İndi 5x-dan çıxanda mənfi 3x-i bu çıxma buna təsir edir, üstəgəl olur. Yəni 5x-dan 3x-i toplayırsınız, olur 8x. 17-dən də 1 çıxırsınız, 16 olur. Buradan da x-in qiyməti 16 bölü 8, 2-yə bərabər olmuş olur. X 2-dir. Amma bu bizdən 3x-i tapmağımızı istəyir. Deməli, 3-ünü də vururuq 2-yə, 3-ü də vururuq 2-yə. Düzgün cavab 6 alınmış olur. Yəni, ikinci sualda testimizin düzgün cavabı olur D bəndi, D variantı. Keçirik növbəti suala. Baxırıq 3-ə. Deyir, bu tənnliklər sistemindən y bölünsün, x-i tapın. Gəlin yazaq. 5x üstə gəl 2y bərabərdir 1-ə. Burada da 7x üstə gəl 4y bərabərdir 5. Olarsa, birinci gəlin bunu həll edək. Yuxarıdakı hər bir tənnliyi, daha doğrusu hər bir həddi 2-yə vura bilərik. 2-yə vursaq, olur 10x üstə gəl. 2-yə vuranda 4y, 2-ni də 1-ə vuranda 2. İndi aşağı isə olduğu kimi qalır. 7x üstə gəl 4y bərabərdir 5-ə. Alırıq belə bir sistemə və yuxarıdakini aşağıdakini çıxa bilərik. Bax, 4y-lar gedir. 10x-dan 7x-i çıxanda qalır 3x. 2-dən də 5-i çıxanda qalır mənfi 3. Buradan da x nəyə bərabər olur? Mənfi 3 bölünsün 3. Deməli, mənfi 1-ə bərabər olmuş olur. İndi x-in qiyməti mənfi 1-dirsə, gətirək birinci tənnlikdə yerinə qoyaq. Fərqi yoxdur. Birincidə də yerinə qoya bilərsiniz, ikincidə də. Bax, 5 vurulsun mənfi 1. 5-i mənfi 1-ə vuranda olur mənfi 5. Üstə gəl 2y olduğu kimi qalır, bərabərdir 1-ə. Buradan 2y bərabərdir. 5-i keçirirsiniz digər tərəfə, olur üstə gəl 5. 1-in də üstünə 5 gələndə 6 olur. Y də bərabərdir 6-nı 2-yə bölsək, düzgün cavab 3 alınmış olur. Bax, həm x-in cavabını tapdıq, həm də y-ın. Bizdən nə istəyir? Y bölünsün, x-i istəyir. Y-ın qiymətini yazıram 3, x-in qiymətini yazıram mənfi 1, 3-ü də mənfi 1-ə bölsəm, düzgün cavab mənfi 3-ə bərabər olmuş olur. Yəni, 3-cü sualda testimizin düzgün cavabı olur A bəndi, A variantı. Keçirik növbəti 4-cü suala. Deməli, 4-cü sualda x çıx y bərabərdir 9-dur, x, y 3 olarsa bu ifadənin qiymətini istəyir bizdən. Gəlin bunu ortaq məxrəcə gətirək, olur x, y. X-ə böləndə y qalır, 1-ə vuranda y. Çıx, x, y-i y-ə böləndə x qalır, onu da 1-ə vuranda x eləyir. İndi x, y-in qiyməti 3-dür. Amma tənnliklər sistemində bizə verilən x çıx y 9-dur uşaqlar. Bu y çıx x onun əksidir. Deməli, 9 yox, mənfi 9 olmuş olacaq. Və beləliklə də mənfi 9-u da 3-ə böləndə düzgün cavab mənfi 3 alınmış olur. Yəni, 4-cü sualda testimizin düzgün cavabı A bəndi, A variantı alınmış olur. Keçək növbəti suala.
Baxırıq burada 5-ci suala. 5-ci sualı deyir ki, 5 çıxılsın x bərabərdir y-dırsa, 2x də çıxılsın 6y bərabərdir 2-dirsə, biz x-y tapmalıyıq. Yaxşı. Gəlin belə edək. Bax, bu x-i digər tərəfə keçirdəndə işarəsini dəyişir. Olur müsbət x. Üstə gəl y-da olduğu kimi yazıram. Bu 5 tək qalıb burada, deməli bərabərdir 5-ə. Sonra aşağıdakini yazıram. 2x çıx 6y bərabərdir 2 olarsa, biz nə etməliyik? X-y-ın ifadəsinin, yəni hasilini tapmalıyıq. Gəlin belə edək. Bu yuxarıdakı hər bir həddə 6-ya vuraq. Olsun 6x, üstə gəl 6y bərabərdir 30-a. Aşağıdakı olduğu kimi qalsın. 2x çıx 6y bərabərdir 2-yə. Toplama üsulundan istifadə etsək, bax, müsbət mənfi 6y-lar gedir. 6x-dan 2x-i toplayanda 8x eləyir. 30-un da üstünə 2 gələndə 32 eləyir. Onda buradan x nəyə bərabərdir? 32-ni bölürsünüz 8-ə, düzgün cavab 4 alınmış olur. X-i tapdıq. İndi x-i tapdıqsa, gəlin yerinə yazıb y-ı tapaq. Bax, x-in qiyməti 4-dür. 5-dən də 4 çıxanda cavab olur 1. Bu da oldu y-ın qiyməti. İndi bizdən də x-y hasilini istəmir. X-i 4 tapmışıq, y-ı da 1 tapmışıq. 4-ü 1-ə vuranda düzgün cavab 4 alınmış olur. Yəni 5-ci sualda testimizin düzgün cavabı olur C bəndi, C variantı. Baxırıq 6-cı suala. 6-cı sual bizə deyir ki, verilən bu tənliklər sistemindən x kub üstəgəl y kub ifadəsinin qiymətini tapın. Ümumiyyətlə, uşaqlar, deməli, əsas müxtəsər vurma düsturlarını bildiyiniz kimi, çalışın ki, köməkçi müxtəsər vurma düsturlarını da əzbər biləsiniz, çünki onlar da sizə çox kömək edir. İndi baxın, bu köməkçi müxtəsər vurma düsturunun açılışını yazacağım. Daha doğrusu köməkçidən istifadə edəcəm. Olur x üstə gəlsin y-ın kubu, çıxılsın 3 vurulsun x-y, bir daha da vurulsun x üstə gəlsin y. İndi bərabərdir. X üstə gəl y-ın qiyməti 4. Olur 4-ün kubu, çıx, 3 vurulsun. X-y hasili 6-dır. Yenidən x üstə gəl y-da 4. Bu da bərabərdir. 4-ün kubu 64 olur. Deməli, 3-ü 6-ya vursaq 18, 18-i 4-ə vursaq 72 eləyir. 64-dən də 72-ni çıxsaq, düzgün cavab mənfi 8 alınmış olur. Görürsünüz necə rahat alındı. Deməli, 6-cı sualı testimizin düzgün cavabı A bəndi, A variantı olmuş olur. Keçək növbəti, baxırıq 7-ci suala. Deməli, 7 bizə nə deyir? Bu tənliklər sistemindən y-ı tapın. Yaxşı. Yuxarıda x-i çıxardaq mötərizənin xaricinə. X-i ortaq vurub kimi çıxartsaq, nə qalır burada? X üstə gəl 3y bərabərdir 4-ə. İndi bax, fikir verin, x üstə gəl 3y-ın qiymətinin 2 olduğu bizə verilib. Deməli, gətirib bu ifadənin yerinə 2 yazmalıyıq. X vurulsun 2 bərabərdir 4-ə. Buradan da x-in qiyməti bərabərdir 2-yə. Çünki 4-ü 2-yə böldünüz. İndi x 2-dirsə, gətirib elə burada yerinə qoyuram. 2 üstə gəl 3y bərabərdir 2-yə. Buradan 3y bərabərdir 0-a. 2-dən 2-ni çıxanda. Deməli, y də bərabər olur 0-a. Y-ı istəyirdi, biz də cavabını 0 tapmış olduq. Deməli, düzgün cavab A bəndi, A variantı alınmış olur. 7-ci sualda. Keçək növbəti suala. Baxırıq burada 8-ci suala. Deyir ki, bu ifadə doğru olduqda x çıxılsın, y-ı tapın. Bax, diqqətlə baxsaq. Burada deməli 1 bölünsün y-dır. Burada 3 bölünsün y-dır. Görürsünüz, bu ondan 3 dəfə böyüdür. Deməli, yuxarıdakı tənliyin hər bir həddini 3-ə vururuq. 3-ə vurduqda, deməli, bu olur 12 bölünsün x. 3-ə vuranda bu olur 3 bölünsün y. 3-ə vuranda bu olur 9 bölünsün 10. Aşağıdakı ikinci tənliyi olduğu kimi köçürdürük. 2 böl x üstə gəl. 3 böl y bərabərdir 19 bölünsün 10-a. Və sistemi alıb alt-alta toplayırıq. Bunlar oldu islah, müsbət mənfi. X-də 12-nin üstünə x-də 2 gələndə edir x-də 14. Bu da 10-da 9-un üstünə 10-da 19 gələndə məxrac olduğu kimi qalır. Bu surətlər toplanır. Aha, 19-un da üstünə 9 gələndə olur neçə? 28. Hər tərəfi 14-ə ixtisar aparıram. Bir dəfə burada, 2 dəfə burada. Ondan da 2-ni ixtisar aparırıq. Deməli, 5 dəfə burada, 1 dəfə burada. Çarpaz vuranda x-i 1-ə vurursunuz. X bərabər olur 5-ə. İndi, x-in qiyməti 5-dirsə, gəlin y-ın qiymətini tapaq. X-in qiyməti 5-dir. Yazaq bura x. Buranı silirəm uşaqlar. X bərabərdir 5-ə. İndi gətirib, bax, birincidə yerinə qoysaq, fərqi yoxdur. Bu arada ikincidə də yerinə yaza bilərsiniz.
Olur 5-də 4 çıxılsın 1 bölünsün y bərabərdir 3-də 10-a. Bu əslində 10-da deməli 8 deməkdir. Çünki 2-yə vurdum. Çıxılsın 1 bölünsün y bərabərdir 10-da 3-ə. İndi 10-da 8-dən neçəni çıxanda 10-da 3 qalır? 10-da 5-i çıxanda. Deməli 1 bölünsün y bərabərdir 10-da 5-ə. Baxın 10-da 8-dən 10-da 5 çıxanda. Bunu da 2-yə ixtisar aparsaq 1 burada 2 burada. Çarpaz vuranda y bərabər olur 2-yə. Deməli x-in qiyməti 5, y-in qiyməti 2. Bizdən x çıx, y istəyir. 5-dən də 2-ni çıxanda düzgün cavab 3 alınmış olur. Yəni 8-ci sualda testimizin düzgün cavabı olur D bəndi. Keçən növbəti suala baxırıq 9-a. Görək 9 nə deyir? Deyir, bu tənliklər sistemindən x-y hasilini tapın. Surəti gəlin ortaq, daha doğrusu birinci tənlikdə ortaq məxrəcə gətirək x-y. Sonra surəti əldə edək. X-y-ı x-ə böləndə y qalır, y-də böləndə x qalır. Surətdə baxın, x üstə gəl, y əmələ gəlir. Bərabərdir nəyə? 8-də 3-ə. İndi x üstə gəl, y-in qiyməti 12 verilib. Fikir verin. 12 bölünsün x-y bərabərdir 8-də 3-ə. Nə edə bilərik? İxtisar aparıram hər tərəfi 3-ə. 3-ü 3-ə 1, 12-ni də 3-ə 4. Çarpaz vuranda x-y surətə vurulur. Yəni 1-ə vurulur. X-y bərabərdir 8-də 4-ə vuranda düzgün cavab olur 32. Yəni 9-cu sualda testimizin düzgün cavabı C bəndi, C variantı alınmış olur. Keçirik 10-cu suala nəhayət. Buranı silirəm. 10-cu sualı nə deyir bizə? X bölü y bərabərdir 2. X üstə gəl y bərabər 9 olarsa biz buradan x-y hasilini tapmalıyıq. Elə buradan çarpaz vurun. X bərabər olur 2y-a. Və bunu da bax gətirin burada x-in yerinə yazın. 2y üstə gəl y bərabərdir 9-a. Buradan 3y bərabərdir 9-a. Y də bərabərdir 3-ə. İndi y-in qiyməti oldu 3. Gətirib burada yerinə yazanda 2 dəfə 3. O zaman x-in qiyməti də bərabər olur 6-ya. Deməli, x-in qiymətində 6 tapdıq. Bu da bizdən x-y hasilini istəyir axı. X 6-dır, y də 3-dür. 6-nı 3-ə vuranda düzgün cavab 18 alınmış olur. Yəni 10-cu sualda testimizin doğru variantı olur Y bəndi, Y variantı. Belə, bu da bizim bu sınaq üçün olan sonuncu sualımızın izahı idi. Ümid edirəm ki, hər biri tam şəkildə bizə aydın oldu. Və son olaraq yenə xatırlatmaq istəyirəm ki, sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax, ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.